Çevirdiğin bakışlarınız, kanlı gecelerde nakışlarınız, güllere gərq olmuş başdaşlarınız, namusum, qeyrətim, yaşım şəhidlər. Sanan oldunuz, azadlık odundan yanan oldunuz, külçü bileklerden kalan oldunuz. Unutmak olar mı sizi şehitler? Dünyanı heyreten sanan yanan oldunuz, köçlü yüreklerden kalan oldunuz. Unutmak olar mı sizi şehitler? Unutmak olar mı sizi şehitler? Köksünüzün namert gülləsin, dondu dilinizdən vətən nəğməsi. Dindi anaların ahı naləsi, ahan gözlərinin yaşı şəhidlər. Sanan oldunuz, azadlık odundan yanan oldunuz, külçü bileklerden kalan oldunuz. Unutmak olar mı sizi şehitler? Dünyanın heyreten sanan oldunuz, azadlık odundan yanan oldunuz, köçü bileklerden kalan oldunuz. Unutmak olar mı sizi şehitler? 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 Bağışlayan ve mehriban Allah'ın adıyla. Allah'ın salamı olsun. Allah'ın güzel bendelerine, oruç tutanlara, namaz kılanlara, halkımıza. Değerli halkımız, aziz Azerbaycanımız, bugün hüzün günüdür. Bugün Xocalı günüdür. Ve eyni təqdirdə mübarək Ramazan ayıdır. Əvvəl mən oruç tutanlara birbaşa efirdən elə dua edirəm ki, Allah tutduğunuz oruçları qəbul eləsin. Allah ibadətlərinizi qəbul etsin. Allah bu ayın savabından şəhidlərimizin ruhuna əta eləsin. Fərq eləməz, birinci vətən müharibəsi ola, ikinci vətən müharibəsi ola. Azərbaycanda vətən naminə, torpaq naminə, namus, qeyrət naminə, Azərbaycanımızın müstəqilliyi naminə canlarını fəda edən ruhlara eşq olsun. Qoy o ruhlar şad olsun. Həmən ruhlar şəhidlər sərvəri Həzrəti İmam Hüseyin əleyhissalama qonaq olsun. Elə ağamızla məşhur olsun deyirik. Bugün
heç vaxt yaddan çıxmaz. Çünki bu Azərbaycanımızın, xalqımızın qan yaddaşıdır. Mən elə efir vasitəsilə bizi izləyən Xocalıda ailəsinin üzvlərindən dünyasını dəyişənlərə dərin hüzünlə təsliyyət, başsağlığı ərz edirəm. Bayaq qeyd etdiyim kimi, Xocalı bu xalqın qan yaddaşıdır. Nə qədər ki, həyatda varıq, bu gün, bu müsibət, bu faciə heç vaxt bizim yaddaşımızdan çıxmayacaq. Odur ki, istədim bu verilişimizin elə ilk astanasında mən xalqımıza başsağlığı verəm və bugün bizim studiyamızın çox dəyərli bir qonağı var. Mən həm də qonağı sizlərə təqdim edəm. Amma təqdim etməzdən əvvəl hər gün bunu qeyd etdiyim kimi İrs Media, İrs TV, Bir Ay, Bir Ömür adlı verilişlə yenə də evlərinizin qonağıyıq. Təbii ki, iftar saatına çox azacıq dəqiqələrimiz qalır. Ola bilsin, yolda olanlar var, sürücülərimiz var, iftara hazırlaşanlar var. Təbii ki, ekran qarşısında bizi izləyənlər də var. Qoy Allah Təbarək və Teala ömrümüzün sonuna qədər bu mübarək ayı yaşamağı bizlərə Xudavənd-i Mütəal nəsib eləsin. İşiniz avand olsun, yolunuz avand olsun. Allah Təbarək və Teala öz bəndələrinə bu aydakı rəhmət qapılarını açıb, Allah rəhmətindən sizləri və bizləri binəsib eləməsin. Beləliklə, mən dəyərli ilahiyyatçımızı sizlərə təqdim etmək istəyəndəyəm. Azərbaycanımızın sayılıb, sevilən, seçilən, öz elmi ilə illərdir ki, xalqa, müsəlmanlara xidmət edən Hacı Ramiq qardaşım. Hacı, xoş gəlmişsiniz. Bismillahirrahmanirrahim. Hacı Mehdi, sizin salamlayıram, sizin tamaşaçıları salamlayıram. Qeyd elədiyiniz kimi bu hüzünlü gün münasibəti ilə bütün xalqımıza, bu xalqı sevən insanların hamısına başsağlığı verirəm. Xocalı biz Azərbaycanlıların yaddaşında, qan yaddaşında xüsusi yer tutan günlərdən biridir. İnşallah fikrimcə bundan verilişimizin ardında, davamında bu mövzuda danışıq olacaq, sözlərimiz olacaq. Amma mən də sizin başsağlığınıza qoşulub bu xalqa, bu millətə, bu xalqı sevənlərin hamısına başsağlığı verirəm. Hər birimizin başımız sağ olsun. Onların dərdi, o Xocalı şəhidlərinin, yaxınlarının dərdi, bu bizim hər birimizin dərdidir. Bu bir xalqın, bu millətin dərdidir və burada təkcə onların ailəsinə yox, elə hər birimizə başsağlığı verilməlidir. Başımız sağ olsun inşallah. Allah razı olsun Hacı. Başımız sağ olsun deyirik və günümüz ki, şəhidlər günüdür, amma mübarək Ramazan ayıdır. Biz təbii ki, şəhidlərimizi heç vaxt unutmuruq. Çünki şəhidlər haqqında böyük yaradanın mübarək Qur'an-ı Kərimdə gözəl ayələr, gözəl tövsiyələr və onların mükafatları haqqında danışmışdır. Elə şəhidlik nədir? Elə ilk sualım qoy bu cür olsun Hacıcan. Şəhidlik nədir? Bu barədə danışaq. Bəli, bu ay mübarək Ramazan ayı Quranın nazil olan ayıdır. Sözlərin ən üstünü də Allah sözüdür. İstənilən mövzuda Quran-ı Kərimdə söz var. Demək olar ki, insanı əhatə eləyən əksəriyyət mövzularda Quran-ı Kərimin sözü var. Quran-ı Kərimdə xüsusi yer tutan, xüsusi diqqət cəlb eləyən mövzulardan biri də şəhidlər və şəhidlikdir. Allah Quran-ı Kərimdə şəhidlər barəsində danışanda bir neçə mühüm məsələni demək olar ki, bütün ayələrdə vurğulayır. Biri şəhidlərin diri olmağıdır. Əgər diqqət eləsək, İslam tarixinə və İslam tarixindən sonraki Azərbaycan tarixinə ki, yəni İslam tarixi ilə Azərbaycan tarixi bir-birinə qovuşmuş bir tarixdir. Çünki bizim tariximizdə tarix boyu biz müsəlman olmuşuq, İslam gələndən sonra və İslamla sıx bağlılığımız olub. Həmişə də bu
İslam bizim həyatımızda, bizim xalqın, millətin həyatında mühüm yer tutub. Və şəhidlik məsələsi də insanların həmişə diqqət ayırdığı mövzulardan biri olub. Şəhidliyi Quran-ı Kərimdə Allah diri deyir. Əgər diqqət eləsək Quran-ı Kərimin ayələrinə, görürsünüz ki, bəzi ayələrdə Allah danışır cəmiyyətimizdə bizlə bir yerdə yaşayan, gəzən insanlar barəsində danışanda onlar barəsində ölü kimi danışır. Çünki o insanlar ki, təfəkkürləri yoxdur, o insanların ki, bu aləmə baxışları düzgün deyil, o insanları Allah Quran-ı Kərimdə ölü kimi təqdim eləyir. Amma şəhidləri bizə diri kimi, diri o insanlara deyirlər ki, o insanlarda bir təsir gücü olsun. Əgər bir insan təsiri yoxdursa, məsələn, Qarabağ müharibəsində olan şəhidlər, birinci siz dediyiniz kimi, ikinci Qarabağ müharibəsində olan şəhidlər, ya Xocalı, İrmiyanvar şəhidləri, onların əgər gedəndə qəbirləri ilə, belə deyək, ziyarət eləyəndə, bir növ onlar bizlə danışırlar. Elə bir şəhid yoxdur ki, elə bir şəhid yaxını siz tapa bilməzsiniz ki, onların, belə deyək də, o şəhidlərlə danışmaq, yaxınlarından şəhidlərlə danışmağın rast gəlməyəsiniz. Bütün şəhidlər öz yaxınları ilə, onları sevənlərlə, bəziləri hətta var, heç tanımadığı adamlarla ünsiyyəti var. Məsələn, mən özüm tanıdığım bəzi şəhidlərin qəbrini ziyarət eləyəndə, yəni ziyarət mənası budur ki, o şəxsi görüşünə gedirsən. Əgər bir insanın sənə bir reaksiyası yoxdursa, bir münasibəti yoxdursa, sənə heç bir təsir, mənfi və ya müsbət fərqi yoxdur, təsiri yoxdursa, o şəxsi ziyarət eləmək mənasız bir şeydir. Ona görə bizim şəhidləri ziyarət eləyəndə, fərqi yoxdur, Xocalı və s. bütün şəhidlərimizi ziyarət eləyəndə eyni duyğuları yaşayırıq. Yəni, sanki onlar bizlə danışırlar. Onlar bizə deyirlər ki, insan, yəni Xocalı şəhidlər bizim azadlığımızın, hürriyyətimizin, belə deyək, ilk addımlarından biridir. Qarabağda olan, ondan əvvəlki İrmiyanvar şəhidləri, bu şəhidlərin hamısı insanların hürriyyətinin, azadlığının, belə deyək, qurbanlarıdırlar onlar. Onlar bizə göstəriblər, əlbəttə, onların dərs aldığı məktəb də İmam Hüseyn məktəbidir, Peyğəmbər məktəbidir. Bunlar o məktəbdən dərs almışdılar ki, necə ki 72 nəfərlə İmam Hüseyn əleyhissalam bir ordunun qabağına çıxmışdı. Orada say mühüm deyil. Orada mövzu budur ki, insan öz yerin, Quran-ı Kərimdə də əgər diqqət eləsəz, Allah Quranda danışır bizə, deyir ki, o Allaha məhəbbət demək çox mühüm deyil. Əsas onu istiqamətlə, summəstəqamə ayəsi ki var, orada deyir ki, insan öz duruşu ilə bunu göstərməlidir. Mühüm məsələ budur. Bu Xocalı şəhidləri öz duruşları ilə, yəni zülmün qabağında, zalimin qabağında o müxtəlif kadrlara hər birimiz görmüşük. Bir əliyalın insanlar, bir belə deyək, topu, bütün hərbi o dövr üçün müasir texnikası olan, hərbi texnikası olan insanların ordunun qabağında dayanıblar, vətənləri müdafiə ediblər. Son anda bir növ ilahi bir vəzifə kimi özlərin, belə deyək, ailələrin çıxartmağa məcbur olublar. Bu, biz insanların necə ki, ilbəil bu xalq, bu millət, bu dövlət bunu yaşadır. Bunun xüsusi bir hikməti var. Heç bir iş hikmətsiz deyil. Bunlar ilahi hikmətlə olan işdir. Təsadüf bir şey yoxdur. Bütün tarixlərdə, necə İslam tarixində nə qədər faciəvi hadisələr baş verib. Amma onların içindən heç birin biz, belə deyək, Aşura kimi qeyd eləmirik. Kərbəla hadisəsi qədər qeyd eləmirik. Azərbaycan tarixinin də müxtəlif dövrlərində müxtəlif faciələri, amma onların içindən bəziləri 31 mart və yaxud da 20 yanvar və yaxud da bu Xocalı soyqırımı kimi bəzi xüsusi günlər, bunlar bu xalqın, bu millətin azadlıq ruhun, azadlıq, tələblik ruhun diri saxlayan məsələlərdir. Ona görə həm Allahın, belə deyək, xüsusi bir, burada bir inayəti, xüsusi bir nəzəri var və xalq, millət olaraq da, əlhəmdülillah, Allah bizə qismət eləyib
bunu yaşamağı. Və iş burasındadır ki, bayaq çox gözəl vurguladınız ki, çox döyüşlər olub, çox müharibələr olub Azərbaycanda. Bunun yadda qalmayanları da olub. Böyle İslamın özündə də döyüşlər olub ki, bu görürsən yadda qalınmır. Amma Xocalı Azərbaycanın tarixinə imza atıb. Həqiqi mənada Azərbaycanın tarixinə bir imza atıb. Allah qoy şəhidlərimizin ruhunu şad etsin. Çox sağ ol deyirəm, təşəkkür edirəm. Təbii ki, əziz izləyicilərimiz mübarək Ramazan ayındayıq. Bu ayın çox təsadüf günləri var hacı. Misal üçün, bu ayın Ramazanın 10-unda İslam Peyğəmbərinin zövcəsi, mən belə deyərdim 11 imam nənəsi, xanım Xədicə Kubra Salamullah əleyhanın vəfat günü gəlir və ya İmam Həsən əleyhissalamın mövlud günü var, Əmir əleyhissalamın, Həzrət əleyhissalamın vəfat, şəhadət günü var və Qədr gecələri var. Qədr gecələrində bir çox alimlərin, üləmalərin, elə əhl-i beytin özün, yəni bu 3 Qədr gecəsində Qur'anın nazil olması haqqında danışır. Hacıcan, gəlin biz o haqda danışaq. Mübarək Qur'anın nazil olması haqqında danışaq. Allah-u Teala mübarək Quran-ı Kərimin Bəqərə surəsinin 185-ci ayəsində buyurur ki, Şəhr-i Rəmədan əlləzi unzilə fihil Qur'an hudən linnəs və bəyyinatı minəl huda vəl-furqan. Buyurur ki, Ramazan-ı mübarək elə bir aydır ki, o ayda Qur'an nazil olub. Əgər diqqət eləsəz Qur'an-ı Kərimə, yeganə adı çəkilən ay Ramazan ayıdır. Bu Ramazan ayın Allah belə deyək, bir növ əzizləyib, xüsusi eləyib bizim üçün. Çünki əziz Peyğəmbərimizin də məhşur bir Şəbaniyyə xütbəsi var ki, onu hədis kitablarının əksəriyyətində tapmaq olar. Şəbaniyyə xütbəsi. Orada Həzrət buyurur ki, Əyyuhənnas, İnnəhu qəd əqbələ iləykum şəhrullah bil-bərəkəti və rəhməti vəl-məğfirə. Buyurur ki, ey insanlar, sizə bir ay gəlib çatıb ki, o ay Allahın rəhmət ayıdır, bərəkət ayıdır, məğfirət, yəni bağışlanmaq ayıdır. Bu ayı Allah deyir ki, Peyğəmbər salavatullah bu ayı şəhrullah deyir, Allahın ayı deyir. Bunu üstün eləyən, bunu fəzilətləndirən məncə Ramazan-ı mübarəkdə oruc tutmaq deyil. Bu ayda Qur'anın nazil olmağıdır. Ki, Qur'an-ı Kərimi Allah orada bir adında Furqan, Qur'anın bir neçə adı var, elə Qur'an-ı Kərimdə bir neçə adları zikr olur. Qur'an bir adıdır, kitab bir adıdır, nur bir adıdır. Bir adı da Furqandır. Furqan, bəzi lüğət alimləri ki, məşhurdur bu firaq kəlməsi ki var, ayrılmaq. Yəni, haqqla batili bir-birindən ayırandır. Onun yanında bir mənası da səhər işığı. O da bir mənadır, səhər işığı mənasındadır. Yəni, bir növ insanlar o dövrdə mənəvi cəhətdən çox tənəzzül eləmişdilər. Yəni, da indi bunları tarixdən hətta o qədər tənəzzül eləmişdilər ki, qız uşaqların diri-diri dəfn eləyirdilər, bastırırdılar. Yəni, bu insanlığın nə qədər tənəzzül. O dövrdə Allah bir kitab, yəni o dövr insanları üçün ta qiyamətə qədər insanlar üçün bir növ səhər yeni bir həyat işığı göndərdi. Furqan göndərdi. Bu Furqan, bu Qur'an, yəni ona görədir ki, insanlar haqqla batili ayıra bilsinlər. Bu Furqanda 3 mərhələsi var. Bir kitabdır ki, samit kitabdır. Bu danışmayan da Əli əleyhissalam buyurur ki, bu kitab danışdırmasaz, o sizinlə danışmaz. Amma bir dənə natiqi Qur'anı da var. Onun insanlara, yəni canlısı, o danışanları da var. Bir də insanın qəlbinə yenən hissəsi var. Çünki bilirsiniz, insanı hərəkətə gətirən onun cismindən əlavə bir ruhu var. İnsana güc verən insanın ruhudur. Əgər məsələn bir insan istəməsə bu Ramazan-ı mübarəkdə oruç tutmaz. Bədən, cism olaraq aclığa, susuzluğa dözümümüz yoxdur. Amma ruh məcbur eləyir ki, sən Allahın əmrinə itaət eləməlisən. Bunu insanın qəlbinə yendirən, o da bir o insanın daxilində olan Furqandır. O insanın içində. Əgər bir insan bu kitabı qəbul eləyə, amma natiqin qəbul eləməyə, naqisdir. Əgər bu kitabı da qəbul eləyə,
natiqin də qəbul eləyə, amma onun daxilində o furqan olmaya yenə faydasızdır. Naqisdir. Bu Ramazan-ı mübarək, bu Ramazan ayının adı çox mühümdür. Ramazan təqribən mənası tüstüsü olmayan bir oddur. Tüstüsü olmayan Bir od. Yəni Ramazan-ı mübarəkdə insan içində olan o pis şeyləri gərək yandırsın. Onu yandırmaq üçün də insanın içində bir furqan olmalıdır ki, seçə bilə. Hansılar yanmalıdır, Hansılar ki qalmır. hansılar qalmalıdır. Onun üçün insana o samit, natiq və daxilində olan bir furqan lazımdır ki, o insanı seçsin, insanı yandırsın və bu Ramazan-ı mübarəkdən pak çıxarsın. Görürsüz, hər il biz Ramazan-ı mübarək bitəndən sonra Şəvval ayının birin biz bayram edirik. İnsan əsli bayram edən şəxs o şəxsdir ki, bu Ramazan-ı mübarəkdə bütün günahların yandıra bilib. Xoş adamın alnına. Yandıranda əlbəttə insan üçün bayramdır o gün. Yəni Şəvval ayının biri artıq bayramdır. Amma əgər yandıra bilməsə, onun bayram etməyi biraz kənardan düzgün görünməyə bilər. Yəni sual altında qalır. Bəli, o insanın həqiqi görəsən bayramdır o insan üçün ya yox, bu özü şübhəli bir məsələdir. Bir dənə də bir məsələ deyim, bir sadə misalla deyim. Bu alimlərdən biri kitabında yazır, keçmişdə olub bu, indi artıq da bu yoxdur. Bir qədimdə aparırdılar uşaqları hamamlara. Bəli. Orada müəyyən vaxt onları belə deyək, bədənlərin paklaşdırırdı. Uşaq da indi çıxıb gəlib çölə, başlayıb oynamağa. Sonra evə gələndə anası baxır ki, bu elə yenə toz torpaq içindədir. Şirk halındadır. Hə. Bəzi insanların Ramazan-ı mübarəkdən çıxmağı ona bənzəyir. Ramazan-ı mübarəkdən çıxır, amma elə bil ki, o evə toz torpaqla, hamamdan qayıdan Sanki elə bil ki, heç oruç tutmayıb, heç Ramazan yaşamayıb. Elə bil ki, günahların yandırmayıb. Elə bil ki, o daxilində furqan, yəni ayrılma baş verməyib. Həqiqi oruc tutmaq, gündəlik Ramazan-ı mübarəkin dualarının bir neçə gün içində var bu dua. Biz təkid edən Allahdan istəyirik ki, Allah bizim orucumuzu, yəni həqiqi oruc tutanların orucundan elə. Yəni həqiqi oruc tutan o kəsdir ki, həm gözü ilə, həm qulağı ilə, bütün vücudu ilə oruc olur və eyni zamanda Ramazan-ı mübarəkin ruhuna uyğun özün yaşadır. Yəni günahlarından paklaşmağa çalışır. Allah razı olsun Hacı Ramiq. Allah sizə ömür versin. Doğrudan da Hacıcan çox dolğun cavablardır. Allah təbarək və təala bu ayın sonuna qədər inşallah ki, hər bir oruç tutanı inşallah günahlarını yanmış vəziyyətdə belə deyək ki, salim, tam pak halda inşallah hər birimizə bunu nəsib eləsin. Hacı, bax Quranla bağlı deyirəm, nə xoş bizim halımıza ki, bax 124 min ənbiya və səmavi kitablar. Bizim xoş olsun halımıza ki, Allah bunların ən sonuncusunu bizə nəsib eləyib. Ən sonuncusunu bizə nəsib eləyib. Və mübarək Ramazan ayda Hacıcan, mən belə bir sual vermək istəyirəm. Təbii ki, az dəqiqələrimiz qalır iftar saatına, iftar vaxtına. Allah bir daha tutduğunuz orucları qəbul etsin. Bəndəyə bu vacib olub. Yəni namazdır, orucdur, bu kimi şeylər, yəni namaz məlum, orucu da ki, bu ay orucdur. Bax, orucdan bəndə nə kimi bəndəlik eləməlidir Allaha? Bayaq qeyd elədiyim əziz Peyğəmbərimizin o Şəban ayının son cümə günü, yəni Ramazan mübarəkin gəlişi ilə bağlı buyurduğu xutbəsində, axır hissəsində Əli əleyhissalam ki, Həzrət Peyğəmbər salavatullah xutbəni bitirəndən sonra Həzrət Əli əleyhissalam soruşur ki, ya Rəsulallah, bu ayın ən fəzilətli əməli hansıdır? Maraqlıdır, Həzrət Peyğəmbər salavatullah o xutbəsində müəyyən ibadətləri sayır. Böyükləri ziyarət eləmək, kiçiklərə mərhəmət eləmək, sədəqə vermək, Quran oxumaq, dua eləmək, dua oxuyan vaxtı əli səmaya açmaq və s. Bunlardan danışır. Amma Əli əleyhissalamın sualına Peyğəmbər salavatullah çox fərqli bir cavab verir. Həzrət buyurur ki, Allahın haramlarından insan özünü qorumağı. Bu qorunmaq çox mühüm məsələdir. Baxın,
bu Quran-ı Kərimdə Allah bizə buyurur ki, bu Quran şifadır, yəni əlacdır, müalicədir. Hamımız özümüz və yaxud yaxınlarımızdan olub müraciət eləmişik həkimə. Əgər diqqət eləsəz, həkim həmişə bizə bir nüsxə yazır. Bəli. Və bir neçə də tövsiyə eləyir. Orada yazır, məsələn, filan dərmanı içərsən, filan şey. Eyni zamanda bizə bir pəhriz də tövsiyə bunu eləyir, yemək yazır. olar, Bundan və çəkin, bundan çəkin. İndi fərz eləyək, bir nəfər bu həkimin yazdığı bu resepti ya bir nüsxəni belə bir şairə, buna bir məharətli şair buna bir şeir qoşa. Bir belə deyək, belə bir bəstəkara buna bir mahnı bəstəliyə. Belə bir xanəndiyə buna bir mahnı oxuya. Bu müalicə şəxsə fayda verə bilər əsla və əbədə. Bu müalicə o insana nə vaxt fayda verəcək? O vaxt fayda verəcək ki, həkimin əmrinə və nəhyinə, nəyə bizə əmr eləyib onu yerinə yetirək, nədən bizi çəkindirib ondan çəkinək. Pəhrizlərə riayət edək. İndi bir nəfər məsələn o dərmanları içməyə, amma pəhriz eləyə, bədən özün sağalda bilər. Amma dərmanları içə, pəhriz eləməyə, o heç vaxt sağalmayacaq. İnsanın ruhu da belədir. Nə qədər namaz qıla, nə qədər oruç tuta, amma günahdan pəhriz eləməsə, ona o ibadətlər ruh yüksəkliyi verməyəcək. İnsanın ruhu paklaşmağı üçün mütləq və mütləq əvvəl o günahı tərk eləmək. Mən elə bu barədə sizə bir sual vermək istəyirəm ki, bir var ki, cismin pərzi, bir var ruhun pərzi. Bunlar belə deyək də, hansı daha çox olmalıdır, hansı daha az olmalıdır? Ya bərabər olmalıdırlar isə eyni vaxtda? Əslində, ruh və cism bunlar ikisi bir-birinin içinə keçmişdir. Məsələn, belə bir misal deyək, 2 üstə gələr 2 bərabərdir 4. 4-ün içində heç kim deyə bilməz ki, birinci 2 hansıdır, ikinci 2 hansıdır. Bu ruh və cism artıq olub biz, sən və mən. Biz bu ruhumuzu və cismimizi paralel böyütməliyik. Ruhla cism böyümə, hər ikisi böyüməlidir. Ruhun öz ehtiyacları var, cismin öz ehtiyacları var. Biz necə cismə ehtiyacı qədər təmin eləyirik, ruhla da o cür məşğul olmalıyıq. Düzdür ki, ruh bəzi yerlərə ucalır, cism ora gedə bilmir. Hərəsinin öz işi var. Yəni, insanın ibadət eləmək üçün mütləq cismində də taqəti olmalıdır. Taqəti məsələn, insan yemək yeməsin, istəyir indi məsələn namaza. Taqəti yoxdur ki, bunu namaz qıla. İnsanın cisminin də ehtiyacı təmin olunmalıdır. Amma cism ruha qalib gəlməməlidir. Ruh da cismə. O mənada ki, yəni həddən artıq insan ruha yüklənsə, cism ona tab gətirə bilməyəcək. Cismin ehtiyaclarını göz ardı eləsə, cism ona tab gətirə bilməyəcək. Əksi də elədir. Necə ki, bəzi insanlar o qədər yeməyə, içməyə, bu dünya və dünyanın içindəkinə başlarını qatırlar ki, ruh onun içində cılız, o bədənin içində cılız qalır. Baxışına baxırsan o şəxsin, görürsən ki, bunun baxışı elə ancaq yemək, içmək, yekəlmək, kökəlmək və nəsil artırmaq kimidir. Bu həyat baxışı, həyata baxışı. Sanki elə bir bunun üçün yaranır, bu şey üçün yaranır. Amma belə deyil. Hacı, Allah can sağlıq versin, Allah ömür versin. Təbii ki, pəhriz barəsində də danışdıq. Hacı, verilişimizin o axarına, sonuna yaxınlaşırıq. İstəyərik bir neçə kəlmə dua eləyəsiniz, biz də amin deyək. Çünki niyə hər dildə, hər nəfəsdə bir böyük hacət, bir böyük istək var və azacıq dəqiqələrimiz qalır ki, iftar saatına. Bu mübarək ayda Allahdan duamız, istəyimiz budur ki, əvvəl Quran-ı Kərimi öyrənməkdə və əməl etməkdə bizi müvəffəq eləsin. Amin. Quran-ı Kərimi bizlərə çatdıran Peyğəmbər və pak ailəsidir. Onların da onların həyatında olan bizim üçün vacib məqamları öyrənib və öz həyatımızda tətbiq etməkdə bizləri müvəffəq eləsin. Amin. Bu günlərdə, bu əzəmətli günlərdə Allah bizi özünə layiq bəndələrdən etsin inşallah. Allah bu şəhidlərimizə rəhmət eləsin. Əziz Peyğəmbərimiz şəhidlər barəsində dua eləyəndə deyərdi, ilahi,
onların məqamları ucadır, biraz da uca elə. Ay, ay. Allahdan istəyirəm o bizim dualarımıza üzünü o şəhidlərimiz amin desin inşallah. Amin. O şəhidlərimiz o şəhidlərimizin o ali məqamları inşallah ali ruhları, o böyük ruhları bizlər üçün inşallah duaçı olsun. İlahi amin. Allah sizin də bu verilişinizi uğurlu, Çox sağ bərəkətli olun, eləsin Hacı. inşallah. Allah bəyənən, Peyğəmbər Əhl-i-Beyti bəyənən inşallah verilişlərdən olsun inşallah. Amin. Hazır Amik. Mən təşəkkür edirəm bir daha. Həm bütün TV-mizin əməkdaşları adından, həm bizi izləyən cəmi dostlarımızın adından ki, qızıla bərabər olan vaxtınızı bu mübarək Ramazan ayında bizə, bu gecəmizə həsr etdiniz. Allah elmimizə və ömrümüzə bərəkət versin. Bəli, dəyərli xalqımız, əziz müsəlman, bacı və qardaşlarımız, bizi izləyən bütün dostlarımız, bugün anım günü idi, bugün Xocalı günü idi, bugün xalqımızın qan yaddaşı idi, belə deyək. Onları anım edirik, yada salırdı. Qoy bütün şəhidlərimizin bir daha ruhları şad olsun. Beləliklə İş Media, İş TV bizim səhifəmizə abunə olmağı unutmayın. Bir ay, bir ömür adlı verilişimizlə sabah elə bu saat, bu vaxt Allah nəsib eləyərsə yenə də xidmətinizdə olarıq. İftarlarınızı açın, bizləri dua edin, xalqımızı dua edin. Mən nə deyə bilərəm? Sağ olun, salamat qalın.